Filan kəs nə deyər, cəmaat nə deyər, mənə pis baxarlar, iş yoldaşlarım nə deyər, dostlarım nə deyər. İnsan bəzən unudur ki, desin ki, görəsən Allah nə deyər qiyamətin günündə? Qiyamətin günündə Allah nə deyər? Ona görə də biz insanların razılığını qazanmaq üçün çox çalışmamalıyıq. Çox çalışmamalıyıq ki, insanların razılığını qazanaq. İnsanlar bizdən razı olsun. Niyə? Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim. Və in tuti' akthara men fil ard yudilluka an sabilillah. Yer üzərindəkilərin, dünyadakilərin əgər çoxsuna itaət eləsən, həmin o yer üzərində olan çoxluq səni Allahın yolundan azdıracaqdır. Ona görə də biz insanları razı salmağa çalışmamalıyıq. Biz bilməliyik ki, çoxluq həqiqətin ölçüsü deyil.